Azərbaycan odlar yurdu əsirlərin sınavından çıxmış xəlqin adıdır. Bu torpağın hər daşı, hər çayı, hər sözü bir tarix danışır. Adlarımızı dəyişmək istədilər, köklərimizi gizlətmək istədilər. Amma yaddaşımızı silənmədilər. Çünki bizim yaddaşımız dəstanlarda, bayatılarda, ana dilimizin hər səsində yaşayır. Alban, Xəzər, Qıpçaq, Qazaq, hamısı bu torpağın damarında qan kimi axır. Bizim üzümüzdə, gözümüzdə, rənglərimizdə onların izi var. Ağ təmizlik, göy azadlıq, qara torpaq, qırmızı canımız, qanımız birliyimizdir. Azərbaycan yalnız bir məkan deyil, Azərbaycan bir ruhdur. Min illərin sınavından çıxmış bir millətin nəfəsidir. Şənbə günü septembr ayının 13-ü 2025 bərabərdir 22 Şəhrivər 1404 və bu həftədə yenə Doktor Rəhim Ağbayraqla ikinci bölümdə Azərbaycan xalqının köklərinin araşdırılması ilə sizlə olacağıq. Bugünün danışılacaq başlıqları xidmətinizə ərz edeyim. Albanlar kimlidir? Al və ban sözlərinin türk dilində mənası. İkinci mövzumuz olacaq Qazaxlar və Qazaq, Qas, Kas və Kasbi sözlərinin mənası. O birisi başlıq yer adları necə tayfaların və qəbilələrin kökünü açıq göstərir. O birisi adların məqsədli şəkildə təğyir məna verilməsi və dəyişilməsi. Bal, bəl, bol və xəzərlər kəlmələrin və sözcükləri haqqında və sonuncu bölümümüz qiyafədən necə təxmin etmək olar ki, bizlər əski türk tayfalarına bağlıyıq. Və başqa bir mövzu da olacaqdır ki, rənglərin mənası türk inanclarında. Kimya xanıma mən salamlar, sayğılarım vardı. Həmçinin xanım doktor Elmira Nuzufuri və cənab Ayi Bayrağa minlər salam və bu gözəl davamlı otaqlar ki, biz 46-cı incələsəmizə də çatdıq. Əgər Kimya xanımın söhbəti olmasa, bir qısa söhbət olmasa, ya Elmira xanımın, ay doktor, Mike sizdə olsun. Buyurun, xoş gəlmisiniz. Salam əziz yoldaşlar və bütün eşidənlər. Hər vaxtınız xeyir olsun inşallah. Bu gecədə eləyə bilək faydalı söhbətlər idi. Yaxşı bizi öz kökümüzlə, soy kökümüzlə tanış eləyə bilsin. Keçən bəhsdə bizim bəhsimiz yarımçılıq qaldı. Biz Albanları istəyirdik ki, fürsət qurtuldu. Hələlikdə də sanıram ki, zaman istəyəcəkdi. Biz getdikcə Şəhriyar dedi, taza şair. Bu dəniz hər nə baxırsan dibi yox, çox uzatsan boğazı, ördəyi qazı eləmisən. Mən də nə qədər gedirəm köklərə görürəm ki, bu köklər şaxə-şaxə atıblar, uzundular, amma ürəyimdən də gəlmir ki, bunlardan vazgeçək. Lazımdır ki, millətimiz bunları bilsin. Bir uydurma, bir qondarma tarixi Pəhləvi yaratmışdı və bəhanəyə vəhdət millət. Ki orada Ərəbi ki Xuzistanda olurdu, Kürdü ki Kürdistanda olurdu, Bəluçi ki Bəluçistanda olurdu və Azəri ki Azərbaycanda olurdu. Bunların hamısı gərək deyək biz Aryayıq, İranvisdən gəlmişik, bilmirəm bu Altay dağlarının yanındaydı. Biz mütəməddin idik, yuxarı idik, nijadımız üstündür, yuxarıdır və təəssüflə bu uydurma tarix bahis olmuşdu ki, bizim öz cavanlarımız birdən boyunlarına şəmsi ki, ya şamaş deyirlər, aşurların nümadə iki qanatlı, buna Ahuraməzdə adında boyunlarına salsınlar. Hərçənd ki, əgər öz kökləri ilə tanış olsaydılar, siz gedin kitabları ki, Həsənlu təpəsinə görə çıxıbdı. Məsələn, Mohrهای Həsənluda siz görürsünüz ki,
Haman numad elə bizim özümüzdə var idi, Azərbaycanda var idi. Onun əsasında boyunlarına və bir təsəvvürləri olsun özlərinə görə ki, vaqiətlə, aləm vaqi'i ilə bu fərqli idi. Və biz hər gune, hər cürə ırqçılıq, nicat ilə müxalifik. چه bu Türk ola, çə ərəb ola, çə fars ola və bunun qarşısında lazımdır ki, öz kökümüzdə tanıyaq, lazımdır ki, hamısına deyək, yox, elə ərəb də, türk də, kürd də, hamısı arya idilər, dilləri fəqət sönübdür. Sizə gərək deyək, türk zəban, türk gərək deməyək, türk dilli, türk dəyirsiniz siz, siz Azərisiz. Mən o zamanacan ki, bu tarix mühitəsində çalışmamış idim, uşaq idim, belə fikirlərdim ki, həttəmən bunlar düz deyirlər. Da bir dili var idi Azəri. Ondan sonra getdim, dedim bunlar nə mən oxuyublar ki, mən oxumamışam. Hətta onlardan da gərək artıq bir addım, iki qədəm də onlardan çox tərcih edəm. Yəni məsələn getdik, tamam o nüsxələr ki, xətti idilər, qədimi idilər, onları oxuya-oxuya getdik, yetişdik xətt mexiyə. Gördük belə bir söz yoxdur. Yəni Azəri bir dənə gülməli bir bəhs idi ki, hətta hazır dəlilər ondan ötürü münazirə deyil. Biz Türk'ük. Bunu yetişəndən sonra gördük ki, biz Türk'ük. Yəni dəfələrcə buna biz söhbət eləmişik, həm bu Clubhouse-da, həm Instagramda, həm kitablar içi yazmışam bunların moridində. Və bunu da lazımdır bir nisbət eləyək. Elə bu ki, dünən birdən mən görürəm o cavan qızlarımız Azərbaycan səslilər, Urmugölü səslilər, qırmızı geyiblər, yəni öz kimliklərindən mən bunlarda nişan görürəm. Bunlar bərayənd bizim camiəmizdirlər, nümayəndələridirlər, adaylarıdırlar. Mən buna ürəyim işıq olur. Düzdür, camiəmizdə biz çoxunluq da vardılar ki, onlara xakisləri, boz qəşri deyirik. Onlar elə hər kəs keçsə qabağa düşəcək, onun dalısından gələcək də. Amma bu ki, bizim başda gedənlərimizin hamısı, yəni milli olublar, milli faal olublar, bu söyündürücüdür. Bu ki, Pəhləvi kamilən onun əksini işləyirdi. Yəni bu cür fikir eləyirdi ki, bunları hamısını assimile eləyəcəkdi. Əgər biz öz soy köklərimizlə tanış olsaq, qədim bilirsiniz, məsələn, küçələr şəhərlərdə, elə bu Təbrizin küçələrin dolan və dolan, gedəydiniz, dolanıydınız. Mən uşaq idim və indi Allah qoysa yarım qarn mən bu Koreyi zəmində yaşamışam da, yarım qarndan da çox olubdu. Və mən baxırdım, görürdüm ki, bu küçələr hamısı daraşlıq və uzun küçələr var idilər. Bu çox təbiidir ki, atlar gedəndə dönənməsinə, qeydənməsinə və üstdən bunları daşla, oxla, qılıncla, biləxərə qırsınına düşməni. Amma aya indi lazımdır biz o cürsünə yaşayaq. Vaxtı indi lazımdır ki, məsələn, ot maşını, itfaiyə, ot söndürən maşını, ambulans lazımdır getsin. Aya indi lazımdır küçələrdə olsun yox. Amma bəzi zətlər lazımdır ki, yox, bizim kökümüzdən olsun. Bunları gərək oturaq düşünək də. Birdən, məsələn, memarımızda bizim camlarımız, pəncərələrimiz kiçik olardılar. Buna görə ki, soyuq və isti az gəlsin içəriyə. Divarlarımız qalın olardılar, ayıq olardılar. İndi niyə yayda bu cür isti olurlar otaqlar, qışda bu cür ayaq yapışır yerə? Soyuq olur. Çün divarlar nazik olub, camlar böyük olub. Nə kuler yetirə bilir, nə buxarı yetirə bilir, nə qızdırmağına, nə sərinlətmağına bunların yetərli bizim enerjimiz olmur. Biz o memardan uzaq düşmüşük, oturaq bunu bərrəs eləyək. O yemaqlardan uzaq düşmüşük. Axı Azərbaycanın öz yemağı öz iqliminə görədir, öz kökünə görədir. Yəni o yemaq ki, cünubun sən burada yesən, noxoşlayəsən. Və buna görə xəstəliklər çoxalırlar. Aya o giyinişi mən indi təzə görürəm ki, məsələn, cavanlarımız şəlvarət giyirlər, dəmpaya giyirlər. Elə bir Avstraliyadır ya, İspaniyadır bura. Axı buranın iqlimi ilə iş bu. Ona görə bu artrozdur, bu bilmirəm revmatizmdir, qolqu ağrısıdır, bunlar gedir. Biz soy köklərimizi mən buna bənzədirəm ki, çünki mən həmişə danışanda bir cür danışaram ki, müxatabimiz mən fikirlərəm ki, bir dənə kargərdir. Məsələn, kərpiş düzür. Əslində heç mədrəsəyə də getməyibdi. O da mənim sözlərimi çalışaram baş tapsın. Çox alimانه, bilmirəm, pirəskənlə mən danışam. Belə danışsaq bizim müxatabı cavan və qişri addi eləyə bilməyəcəkdi baş tapsın. Mən bunları misal verdim ki, niyə biz gərək soy kökümüzü bilək? Yox, mən öləndən sonra mənə assınlar çölə. Belə danışmayın uşaqlar. Siz gedin
Mələkə Elizabet İncilistanda təzə öldü də, gördü xanımımız. BBC Farsi, hələ beynəlməli demirəm. BBC Farsi bərnamələr qət edirdi. Saatlər o mərasimi pəxş edirdi. Nə cür atla gəlirlər, nə cür sərbazlar qar tuturlar, nə cür bilmirəm bunu gətirirlər, su səpirlər, müqəddəs suyu. Nə cür kilsələrində bunu bərgüzar edirlər. Neçə günlər bu sünnət mərasimi ki, 100 illər onların varları idi, onu təkrar elədilər. Və heç kəs demədi ki, bu xurafədir, qoyun kənara. Bir bunu çox dəyərli bərgüzar edirlər. Yəni adamın xoşu gəlir o libaslardan, o fəzadan, o təmizlikdən, o nəzmidən. Bizim də behtərin bərnamələrimizi bu təkəmçidir, bu sayaçıdır, bu bilmirəm axır çərşənbədir. Bir cür vəhşiyanə bərgüzar edirlər. Pinti, dolaşıq, qarışıq ki bizim acığımız gəlir ki, əslən bizim bu cür rəsmlərimiz vardı. Və bu şəkildə biz üçümüzü cahanı, üçümüzü dünyanı, cahanı sevumi beləliklə öz köklərindən qırırlar. Həm dinindən, həm məzhəbindən, həm dilindən, həm sünnətindən, həm giyinişindən, yemağından, adətlərindən, hamısından mütənəffir olsun. Biz çalışırıq ki, burada bunu barışdıraq. Öz Azərbaycan xalqımızı ki, bizlərə uzaq düşübdür öz kökündən, indi axtarır. Mən fikirəm Obamanın kitabının adı Royای پدرم idi. Mən bu kitabı oxuyanda çox əndişəyə getdim. Obama qəbl az اینکه getsin prezident olsun, rəis cümhur olsun, minir havaپیمaya gedir Afrikada, əmmələrin, bilmirəm, əmmələrinin, famillərin, onları tapır, onlarla dolanır, öz xatirələrini yazır. Farsiyə də tərcümə olubdur. Yoldaşlarımız bu kitabı alsınlar, oxusunlar. Bir insan öz soy kökünü, öz rişələrini tanımasa, özünə güvənməz. Etimad be nəfs bu cürdə deyək də, etimad be nəfsi səlb olar. Biz Oğuz boyundanıq. Oğuzlar keçən dönümdə, keçən bəhsdə dedik. Dedik ki, bunların ataları Buğa idi. Buğa həmin inəyi ki, ərkəkdir, qavinlər ya bufalo bu cürsünə deyək. Buğa ona deyirik. Bir cür vəhşi inəkdir, qüdrətli inəkdir. Və bu bizim fərhəngimizdə numad qüdrətdir, buğay. Ki, Boğaz da Dədə Qorqudda onu yenir. Bilgəmiş də ki, mən təəccüb edirəm, hərdən öz yoldaşlarımız buna gilgəmiş deyirlər. Ağa, gilgəmiş əkidi nüsxəsidir. Bunu bilgəmiş deyin. Hələ biz bunu birliyə yetişməmişik. Öz dostlarımız, öz düşünənlərimiz, öz ziyalılarımızın arasında ki, biz gələk hətta bunun türküsünü deyək. Bilgə xaqan kimi biz bunu bilgəmiş deyək. Biz buğay görürük bunun atası. Bunu antropomorfikdir da, yəni bir kutsal bir zat, ilahi bir zat, insani bir zat olur. Burada buğ mənası qüdrətlidir. Yəni kişilərdə də ki, buğ vardır, elə oradan gəlir. Və ay dedik yaradıcıdır. Yaradana ay deyirik türküdə. Keçən bölümü istəyirəm xatırladam, gətirəm bugünkü bəhsə dünyayacağıq. Anası Oğuzun kimdir? Ay Xaqan. Xoş. Bunu da gətiriblər ay adı qoyublar. Yəni yaradan Xaqan. Xaqan da türkdə yəni padşah. Biz soy köklərimizi araşdırırkən dinlərimizdə gərək bərrəsi ilə gələn bölümlərdə Xəzərlər Yəhudi idilər ki, Azərbaycanın güneyində də olurdular. Hunlar Məsihi idilər ki, sonradan müsəlman olurlar və Oğuzlar müsəlmanlar idilər. Türklərə gəl istəsəm çox sadə böləm. Tüm bir müəllimin işi budur ki, dəstəbətlik eləyə, xırdalaya, pazeli düzə, ta bu təsvir, bu imej, bu çıxa eşiyə, hamı görə bilə bu nə mənədir. Amma böyük bədbəxtçiliyimiz də var bizim Azərbaycan tarixində. Bundan əlavə ki, bizim yazımız az olubdur, yazı pozmağı söyməmişik və hətta bu Qacar dönəminəcən deyirdilər ki, bu Firnixurlan işidir. Öz dilimiz bədçə mədrəsəйлən işidir. Və söyməzlə yazsınlar. Deyərdilər ki, taciklər gərək yazarlar, məsələn, farslar gərək yazarlar. Ərəblər yazıblar, Yunanlılar yazıblar, ermənilər yazıblar. Amma biz türklər ki, Azərbaycanda biz nəmniyə iş bücürsün olub, mod bücür olub ki, yazmamışıq. Və bu bizi dalı saxlayıbdır və ona görə biz mənabə axtarmaqda çətinliyə düşürük. Gedirik ərəb mənbələrinə, gedirik fars mənbələrinə, erməni mənbələrinə. İkinci bir dənə böyük məsələ ki, bu günlərimə bunu deyim, yadınızda qalsın. Hər din ki gəlibdir, qabaqçı dinləri aradan aparıbdır. Çünki qabaqçı dininə müxalifət edib, əgləb dini savaş olubdur.
ayini savaşı olubdu da Azərbaycanda. Qabaqçı dinləri aradan aparanda onların məzahirini də aradan aparıb. Yəni əgər kənisəsi var idi, əgər kilisası var idi, əgər məscidi var idi, məsələn, onları aradan aparıbdı. Hətta məsələn Sünni gəlib Şiələr məsciddən aradan aparıbdı. Birdən biz görürük ki, qərə qoyunlular gəliblər, ağ qoyunlarla dava eləyiblər, Səfəvilər gəliblər. Yəni hər silsilə gəlibdi, qabaqçılar aradan aparıbdı. Bizim də məmuli evləri kax olmazlar ki, biz deyək asarı bastanıdılar. Məmulən elə indi də hər kəndə baxsaz, kəndin meydanında lap böyüklərin saxtıman o kənddə məsciddir. Düz indi çönür Banjolaha. Vəli məscid idi. Hələ bu ləhsiyyəcən ki mən danışıram məsciddir. Pəs məabid ya əmakin məzhəbi, dini evlər, dini məbədlər, qala evlər, onlar idilər ki, bunları aradan aparıblar. Hər silsilə gəlib qabaqçılar aradan aparıbdı. Bizim yoxsulluqlarımızın biri budur. Siz Avropada görürsünüz, elə Məsihiyyət 2000 ildir vardı, qalıbdı. Ona görə gedirsiniz tamam yerlərdəki Məsihiyyət vardı. Siz görürsünüz şükurlu məbədlər, şükurlu kilisalar vardı, uca boyunda. Amma bizimkilərdə üçün bunları aradan aparıblar. Biz eləyə bilməmişik təəssüflə bunları saxlayaq. Biz keçən cələsə Albanlardan danışdıq. Kür çayı ki, Azərbaycanın o birisi tayındadır, ta Dağıstanacan. Bunları məmulən Yunanlılar Albaniya, Alban, hətta ermənilər Ağvanıq yazıblar. Bartolda gələndə bu Dərbəndəzən Alban deyibdə. Yanıski Şəkidir, Şirvandır, Bakıdır, Noğadır. Bunları Alvan deyibdi. Bizdə Alvanıq vardı. Yadınızda saxlayın bu tayda Alvanıq vardı. Məsələn Martel, Amayyam. Bu da Alvanıq yazıbdı Albanları. Bunlar da vardılar. Rum tarixində Albaniya ümumən gəlibdi. Bizim üçün Azərbaycanın soy kökündə al mənisi vardı. Ona görə bunu bu günlərimə bərrəs eləyirik. Julius Sulisin Albus yazıbdı. Latində mənisini deyib ağdır. Minoriski Albaniya deyibdir ki, Rum dilində yəni ağ. Albı da latində yəni sefid, ağ, white. Ermənidə ağvan yəni şirin. Bu da Xorenas ki, Musa Xorenas bu ermənilərin böyük mühəqqiqidir və tarixçisidir, o buzursuna gətiribdi. Biz Avropalılara baxanda Fransada, İtaliyada, İrlandidə ya məsələn İskotlandda bu Albaniya gəlibdi. Alp dağı da ki orada vardı. Türkçədə yəni qəhrəman. Dağıstan tərəfində əgər istəsək bugünkü məniyə tərcümə eləyək. Alban ya Alp yəni dağ. İndi Dağıstan deyir oranı. Yəni onun tərcüməsidir. İstrabon deyir ki, burada çoxlu qəbilələr yaşayırdılar. Alı əvvəl araşdıraq görək al nə mənədir. Ondan sonra gedək anın ya banın mənisinə. Al, yəni ulu. Türkəmən dilində də, yəni o ki kitabda da vardı, Türkəmən Rusca lüğəti Moskvada 1968-də çap olub, səhifə 42-də. Orada da yəni al bəməni uca, ulu. Türk qəbilələr, yadınızda saxlayın, bu günləmədə çox buna rast gələcək söhbətimizdə. Öz adların ucalıqdan, yüksəklikdən gətiriblər. Yəni ellərinin adını, tayfaların adını, şahlarının adını səy ediblər göyə, dağa, ucalığa bağlasınlar. Bizdə al qarısı var, al arvadı var. Qazaxlar ya kumanlar albastı deyirlər, ya albası deyirlər. Al arvadı əslində İslamiyyət dövrəsinə ya dini dövrə, çünki burada Məsihiyyət də olubdur, Yəhudiyyət də olubdur. Bu dinlərdən qabaq al bir dənə ilahə idi. Ağciyərdi və mənim böyük babam rəhmətli, o bunu tərifləyərdə ki, döşlərin çiyinlərinə atardı, saçları uzundu və boylu qadınlara, hamilə qadınlara, taza uşaqlar heç dünya gəliblər, onlara zərər yetirərdi. Amma bu xoş niyyətlidir, yəni uşaqlara həyat vericidir. Bu dini mənasikdən sonra ki, bunları gətiriblər ilahələri, pəriləri, Rəbbunları, butları pis biliblər. Bu da gəlib pis qadın olubdu. Yəni təbiəti, nature, zati bunun pis olubdu. Qara qırqızlar al arvadına deyərlər al. Burada Əbdülqadir İnanın məqalələrindən incəmələr Ankara 1968 səhifə 262-dən deyirəm.
Və biz baxırıq görürük, bəs burada al vardı. Ban nə mənədir? Bandır, andır. Bunlar hamısı yerdilər. Baxın, məsələn bizdə çalxanqala vardı, xasaban vardı, ucam vardı, xılıcam vardı, Ərdəbildə siram vardı, qışlağan vardı, küram vardı. Bunların hamısının axirindəki bu an türküdə yer mənisindədir. Yer mənisində istəsək məsələn biz deyirik əran. Buna mən nə qədər sənət gətdim. Heç olmasa bir 30-dan artıq Instagram, o da yığsaz Telegram yerə 40-dan artıq mən mənbə gətdim. Araşdırsa ondan da çox vardı ki, aranı türk sözü bilir, yəni ortalıq, isti yer. İndi də işlənilir. Yəni bizim kəndlərimizdə deyirlər aranlıq ya aralıq. Və Özbək Tatarhay Kərimə də malqaranın saxlayan yerində onlara deyirlər aran. Mötədil yer, çəmənlik yer, düzənlik yer. Bunlara da Şeyx Süleyman Əfəndi Buxari öz kitabında işarə edib ki, aran türküdə bu mənidədir. İran da keçən seri dedik ki, bu mənidədir. Anı buradan gəlir İranın. Alban da biz indi burada bəhs edirik bu gecə. Alban da buradan gəlir. Yəni ban ucalığa gəlir, yer mənisinə gəlir. Avan da bu məniyə gəlir. Məsələn deyir ki, Nəxçıvan, Camışavan, Kəndivan Miyanada. Bu Vərziqanada məsələn Vərziqan görürsüz, orada da Camışavan yenə də vardı. Burada Təbrizdə də bir məhəllə vardı. Avan özü də məhəllədir. Ava obadan gəlmişdi. Avan obadan gəlmişlər. Yəni yer, yurd, daş, oba. Məsələn Bostanova. Bostanova deyirik. Miyanada iki dənə varımızdır. Əhərdə varımızdır, Həsənova varımızdır, Şəngilava varımızdır, Səhəndova varımızdır, Sınqırova varımızdır. Bunlar hamısı vardılar. Biz əgər bəs bana baxanda Kaşqəri deyir ki, oylan banzi otat. Burada biz məna eləyəndə ban görürük uca mənası verir Kaşqərin bu cümləyi ki, burada gətiribdir. Ya Dədə Qurqudda deyir, altın başlı ban ev vergil bu da oğlana. Kölgə olsun ona. Yəni bu Ərdəmlidir və izafə. Burada ban evlər, yəni uca evlər. Ya məsələn 90 başlı ban evlərini gətirir. Miyanada bir köhnə ban vardı. Əslən Van adında ya Ban adında bizim yerimiz vardı da Van şəhri Van. Ya Naxçıvan ki dedim. Pəs biz Albanlar ya Allar ki vardılar. Bu adları ki saydım Xasaban, Ucan bunların hamısında biz görürük ki bu tayfalara bağlı ola bilirlər. Al kəlməsi bizim harda yerlərimiz var və Ban kəlməsi bunlar eləyə bilir. Baxın bizə etimolojidir ki, eləyə bilir kömək eləsin, nicat versin. Bu baxışından ki biz gedək görək nə mənə yazıblar məktub mənabə, onlar biraz qısıtdılar. Çünki mənabə çoxları öz əllərindədir. Və çoxları görürsünüz ki, məsələn Qırğızistanda bunlar heç məsələn gətirməyiblər dünyasına huş məsnuiyə. Biz üç məqtədə atılmışıq qabağa. Bir o zaman ki mahvarə çıxıbdı. Mahvarə çıxanda bu şəbəkələr ki var idilər, bunlar o inhisar ki var idilər, bu inhisarı sındırdılar. Yəni Seda Siman əlində idi onda. Və bu bahis oldu ki, öz hüviyyəti ilə, varlığı ilə millət ayıq olsun, bizləri özün daha tanısın. Və hətta mən belə inanıram ki, 85 olayları da onun pöhrəsi idi. İkincisinə biz baxanda görürük ki, bu sanal dünya, dünyayı məcazi, fəzai məcazi, internet vücuda gəldi. Əvvəl bilmirəm vebloqlar gəldilər, saytlar gəldilər, sonra Telegram, bilmirəm bu adlarını siz qəşəng bilirsiniz, əvvəl çıxanlar nə mənələr idilər və indiki yetişmişik Insta şəbəkə X-də bunlara. Bunlar da sındırdılar inhisarı. Mən indi oturmuşam sizinlə bunları danışıram və heç olmasa öz Telegramımda görürəm 10 min nəfərdən yuxarı qulaq asır buna. Bu söyündürücüdür. Ki bu inhisar sınır, biz də rivayət eləyə bilirik. Mən gedəcəm bir dənə danışgahı mənə mücəviz verəcək. Danışam 200 nəfər bu eşitsin. İndi rahatlıqla oturmuşam evimdə və mən bunu 10 min nəfərə burada öz kanalımda hətta əqəl danışıram. Və neçə 10 min nəfərlə də bunu Instada bunu görürlər, xülasəsini görürlər. Üçüncü هوش مصنوعیه. هوش مصنوعی bu əvaxirki çıxıbdı. Bunu sındır. Düzdür bağlanır Wikipediyaya fasllar üçün nə mənə qoyublar orada onu. Onlar da bilirsiniz
onlar ki, o idarə edirlər, əğləb nicatgəradırlar, əğləb öz rivayətlərini qoyurlar ora. Amma huş məsnui bir pillə gedib bu həftələrdə yuxarıya. O da budur ki, gedir sizin mənim vebloqumu da tapır, saytımı da tapır, olan da rivayətdən qatır sözünə. Və bu çox vəhşətnakdır İran şəhərlilərə. Yəni düyünəcən siz mənabə vururdunuz ki, biz Azəriyik yox. Gedirdi tez huş məsnui tapırdı. Bəli, siz Azərisiz. Azəri də Aryaydı, Aryayı da Hindurpaydı. İndi gedir bir daha da ayrı qəraəti ki, siz eləmisiniz, onlara da işarə edilir. Hətta bizərə gicəldən də bilərsiniz, zora tutanda ki, bə biz türküq gətirir, onların da moridində mistaqları sizə göstərir. Bu vəhşətnakdır. İran şəhərlilərin bu böyük borc içi cürüyüblər. Kağızdan bir dənə elə bir kibritli tutursan, çökür gəlir əşyayı içərisindən bir əzəmətli bənai məbədi çıxır ki, biz öz soy kökümüzü oradan tapa bilirik. Və mən belə düşünürəm ki, bu özün yüksəldəcək, gelişdirəcək və biz gələcəkdə görəcək ki, bu huş məsnui eləyə biləcək, elə bu mənim səsimi də buradan çörsün ingiliscə, ruscə, o birisi dillərə tekst eləsin, təsvirə çağırsın, gətirsin, tikələrini götürə bilsin, Instagrama da bağlansın. Bunların hamısının bərayəndindən gətirəcək. Və mənim işim nə mənədir bu müəllim? Buna material verəm, buna məvad cürüyəm. Yəni bu gün oturmuşam bu pazelləri düzürəm alım moridində, banım moridində در واقع elə bir ona məvad xurac verirəm. O bundan istifadə eləyəcək, bunları yığacaq bir yerə və nətai istintac verəcəkdir. Pəs bizim söyündürücü mərhələmiz budur. İkinci mərhələ mən istəyirəm Qazaxlardan danışam. Qazaxlardan danışmamışdan qabaq mənim yarım saatım dolur. Əgər sualı var, eşidim, ondan sonra ardın tutaq. Çox sağ olun Aydın, gözəl söhbətləriniz üçün. Amma əgər icazə versəz, iki bərnamənin arasındaydı ki, bir dənə Ayı Rəşid danışdıracağım ki, xəbərini qar jurnalist və aparıcıdır və 14 ildə Səda o Simada fəaliyyət eləyibdir. Onun bir səsin eşidək. Buyurun. Ondan sonra sizdə istirahət buyurun, daha sonra idamə verərik. Var olasınız. Ata-babalardan nə gözəl, dəyərli sözlər. Birisi bu, deyir gəzməğa hər ölkə gözəldir. Amma yaşamağa, can verməğa, ölməğa vətən, vətən, vətən. Bundan başladım ki, deyəm, Urmu gölü qurudu, Quru göl də qurudu. Azərbaycanın meşələri də, ağaçları kəsildi. Bulaqlarda sular sona çatdı. Bu 45 ildə Azərbaycan Türk bölgələrində neçə fabrika tikildi? 2 ya 3 olsun. Bəlkə bu sözümə dayaq bunu deyim ki, 35 il, bəlkə 38 il bundan öncə Əli Əkbər vilayəti Xarici İşlər Naziri deyir, istəməz Azərbaycanda iş görmək, istəməz Azərbaycanda pul xərcləmək, istəməz Azərbaycanı abad eləmək, fabrika vurmaq. Niyə ki, bir gün Azərbaycan ayrılacaq bu ölkədən. Faşisti və doğru pan-İranist bir söz. Bəzi başçılar, məsullar bu sözü inanıb və illərdir Azərbaycanı unudub, Azərbaycana ögey kimi baxıblar. Nə yanlış bir yol, nə yanlış bir yol. Amma qoyun bunu deyim sizə. Urmu gölü qurusun, tozla duzlar ayağa qalxsın. Quru göl qurusun. Azərbaycan nə cür başarsaz haqqında zülm eləyin. Amma bizim kötüyümüz bağlıdır bu toprağa. Bizim varlığımız bu topraqdır. Bizim qanımız, nəfəsimiz bu topraqdır. Olar mı vətəni buraxmaq? Olar mı toprağı pay vermək? Azərbaycanın başına hər nə gətirsəz gətirin. Amma bunu başa düşün, bunu inanın, bunu qəbul edin.
Azərbaycan xalqından, Azərbaycan Türk millətindən biz bu torpağı buraxmayacaq. Başımıza hər nə gəlsə, biz vətənimizi, yerimizi, toprağımızı, varlığımızı, kimliyimizi buraxmayacaq. Elə bu torpaqda yaşayacaq. Çətinliklərlə, zorla. Amma bir qarış bu torpaqdan boşaltmayacaq. Bəlkə çoxlarının fikri budur ki, bunları eləyələr, Azərbaycan xalqı, Azərbaycan milləti köçsün. Başqa şəhərlərə, bəlkə başqa şəhərlərdən bura gəlsinlər. Bizim bizliyimiz, kimliyimiz pozulsun, bir-birinə dəysin. Amma ərxeyin olmayacaq. Əminəm, Azərbaycan xalqı bu torpaqdan bir qarış heç kimsəyə verməyəcək. Burada yaşayıb, yaşayacaq. Dünyamızı dəyişib, torpağa gedəcək, öləcək. Amma Azərbaycan torpaqlarını buraxmayacaq. Bura bizim vətənimizdir. Yerimiz, yurdumuz, atamız, anamız, qanımızdır. Azərbaycanı yenidən düzədəcək. Azərbaycan daha güclənəcək. Azərbaycan daha adına qədər, adına oxşar, adına bənzər Azərbaycan olacaq. Söz severler meskeni zahmet hüner vatani. Söz severler meskeni zahmet hüner vatani. Sana koştum nəğməni benim Azerbaycanım. Şerefim, şöhretim, şanım benim Azerbaycanım. Şerefim, şöhretim, şanım. Ülfeti dost ile bağlar benim Azerbaycanım. Şerefim, şöhretim, şanım benim Azerbaycanım. Şerefim, şöhretim, şanım. Əsirgəməz tövhəsin min neymətli bəhrəsin. Əsirgəməz tövhəsin min neymətli bəhrəsin. Dosta asar süfrəsin mənim Azərbaycanım. Şərəfim, şöhrətim, şanım mənim Azərbaycanım. Şərəfim, şöhrətim, şanım. İllərim uğurludur, vətənim qürurludur. İllərim uğurludur, vətənim qürurludur. Günəş kimi nurludur mənim Azərbaycanım. Şərəfim, şöhrətim, şanım mənim Azərbaycanım. Şərəfim, şöhrətim, şanım. Mən də salam ərz edirəm tamam əziz dostlara ki bizləndilər və hörmətli Rəhim bəyə ürəyinə sağlıq və çox təşəkkür edirəm öz adıma. Əzinki bu qədər zəhmət çəkib və bu qədər ittilat zəhmətlərini bizə 1 saat yarımda der vaqa sunurlar. Çox təşəkkür edirəm sizlərdən ki, bizlə bərabərsiz. Hörmətli, bizim çox dəyərli sayın Rəşid Danışçıoğlu bəydən bir video bu gün aldım. Çox gözəl idi və çünki mövzumuz da Azərbaycan idi. Dəryaçamızda istədim ki, yaddan çıxmaya hər zaman götürürəm Ağbayrağın Dəryaçanın cümə günlərinə siz bilirsiniz ki, bir kampeyn var neçə illərdir. Hər halda ona da elə hər zaman gələ qatılaq.
Odur ki, istədim bizim əziz Rəşid Danışçının, bizim gözəl jurnalistimiz zəhmətlərini bilirsiniz. Səhifəsini də bir an üstə qoyacağam ki, dostlar istəsələr, onun fəaliyyətlərini görsünlər və tanısınlar. 14 ildir radio, televizyonda sunuculuqla eləyiblər və bilirsiniz ki, çox dəyərli işlər vardı. İstədim otaqda eşidək. Döktür Rəhim bəy, suallarımıza da keçəcəyik inşallah. İkinci bəxşimizi bir istədim həm siz istirahət eləyəsiniz, təmərküzlə ki, ikinci bəxşimizə girək. Əziz Haniyə, Məcid və Elmira can, əgər söhbətləriniz olmasa, mənə bir maykını, mən maykı davet eləyim Döktür Rəhim bəy. Mayk görmürəm, ay Döktür, buyurun. Onlar ki, Təbrizdə yaşayırlar. Fikirəm bu günlərimə və dünənlərimə gördülər ki, təqribən işıqların çevrəsində, ətrafında bir duman kimi bir zət var. Və qətiyyən öskürüblər bu neçə günü. Yəni bu toz, duz tozu ki qalxıbdı oradan, çünki yelağanlıq olubdu bu neçə gündə. Bu Təbrizə çatıbdı, Təbrizin küçələrinə çatıbdı. Vaxtı burada biz bu məsələdən söhbət edirik, elə burada bizim müsəlmanımız da, kafirimiz də, əmniyyətin yeri də, pastarı da, opozisiyon da fərq eləmir. Burada biz insanın canından söhbət edirik və hər kəsin ürəyi yanır. Bu haqda danışır. Lazımdır ki, onun əlindən öpək, çünki bizim uşaqlarımızın moridində həyatı qonusu və onun gələcəyi qonusunda danışırıq. Bu iki neçə nəfər uşaqlardan getmişlər Ustandariyə, orada bunlarla yaxşı bərxurd olunmamışdı. Mən bunu çox üzüldüm, bu cür bir zətlər görür insan deyir ki, məgər biz nə iş görürük, biz məgər nə mərədən danışırıq. Rəşid bəy də bu məsələ ilə danışır. Bəlkə bir baxışları ilə biraz fərqli oldu, amma əsasda olar, ay Fərşi olar, ay bilmirəm, Fərman Fərzi olar, ay Rəzmi olar, ay Salih Səccadı olar, ay Daşqın olar, ay Feyzullah olar, hər kəsi ki çalışır bu mövzularda Azərbaycan məsələsində əsasda bir məqsəddir. Yollar fərqli olsa, məqsəd birdir. Ona görə bəzi yoldaşlarımız bir-birinə atışmaq yerinə ki, mənə də atışanda özünüz bilirsiniz əxlaqı. Mən heç kəsə nə cavab verirəm, nə bəhs elərəm. Çünki canı dildən onu söyürəm, onunla bir məsir deyirəm, onu sevirəm bu cür deyək. Biz təbizlər söyürəm deyək, amma sevirəm düzdür. Onu sevirəm. Hər kəsi ki bu məqsəddə çalışır, biz onunla bir yol deyək. Mənə də daş atsa, çamur atsa, mən o işi görmərəm, gedək qabağa. Yoldaşlar, hədəfimizi bir eləyək və bu Ürümü gölü çox-çox əhəmiyyətli məsələdir. Bu haqda da oracan ki əlimizdən gəlir, biz məntiqi surətdə eləyə bilək həssasiyyətləri çoxaldıq ta bəlkə bu illərimə qış yetişəndə bu haqqı abədən verdilər və bu məsələ ta hududi gələn ilə bu şəkildə olmadı, həll oldu. Qazaxlara yetişincə, bəlkə siz də Qəzzaq eşitmisiniz, baslar Qəzzaq deyirlər də. Rıza xanım məsələn dəstəsi ya Qəzzaq Rus deyirlər. Bu hərbi işlərdə olan, cəngi işlərdə məmulən xidmətə çağıran, çünki Qıpçaqları qabaqcan ruslar da alardılar, icarə elərdilər bu cürsünə deyim. Pul verərdilər ki, gəlin biz bir yerə məsələn yücürəcək, həmlə eləyəcək. Və bu qəzzaqlar gəliblər İranda da nizami dəstələri, yəni o hərbi nirunun əsas təşkilatını bunlar qurublar. Kudetanı da bunların əli ilə elədilər ki, Rızaxanı gətirdilər iş üstünə bir atçı ki, at qəşi olardı. Bunu gətirdilər elədilər məmləkətin şahı. Mir Əliyə Seyidovun o Azərbaycanın məşhur kitabı yazıbdı. Səhifə 166-da deyir ki, millatdan qabaq ki Azərbaycan qəbilələrin kimlər durmuşlar, söz kökündə bir də Qazaxlar vardılar. Biz aya indi bunu bərrəsə eləyək görək bizim soy kökümüzdə Qazaxlar vardılar ya yox. Bu ki Rusiyada yaşayan bütün xalqləri ki orada vardı, bunların da məsələn Rusla, Qalmıqla, Tatarla bunları qarışdırıblar bir dənə Georgi 1799-da səhifə 201-də bu qatıb bunların hamısına Qazax deyibdi. Eyni buna bənzər ki, bütün burada yaşayanların hamısına zəm Ariyayı deyiblər. Cumhuri Şurəvidə də, İttihadı Cəmaahiri Şurəvidə də hər kəs yaşırdı. Onları İslav, onları məsələn Qəzzaq deyiblər. Amma Qəzzaqın mənisi vardı və bunlar bir xalq idilər ki, ucalıq ya böyüklük anlamındadır. Biz bunu araşdırırıq. Kaydarov
Qazdaq toponimi dilçilik izahatı barəsində Almatıda 1971 səhifəyə 41-də. Bu gətirir deyir ki, saqlara bağlıdırlar bunlar. Baxın, kaz sağla bahəm, çünki sığla z dedikçe türküdə dəyişilir. Sumerdən də misallar gətirdik, sonra öz dilimizdə də, bugünkü dilimizdə də misallar gətirdik. Bu deyir kaz sağ idi və kazzaq olubdu bu. Soy kökündə bəs sağlar da var, kazlar da vardılar. Cəlayi vətən eləmək mənasında da gəlibdir. O iş yəni yurdsuzdur, sərgərdandır. Məsələn, Əmirəli Şir Nəvai klassik şeirlərində bu mənada gətiribdir. Rusda gözətici, sərhəd gözətçisi, mərzban, məsələn bu rusuna deyə farsça. Bu mənada da gəlibdir. Rusi mənabei ki, salnamə 1760-da orada Qıpçaqlar və Xəzərlərin cəminə də qazdaq gətiriblər, ona da bağlayıblar. Bəziləri qaz oq da gətiriblər. Qazın öz mənasına da gəlir. P.A. Falef, Kərimə tatarların atasözləri, deyimləri, inancları 1915-də burada gətirib gəz mənisinə bağlayıbdır. Yəni fe'l, rişə gəzməkdən gəlibdir. Qazaq, gəzəx. Bu iki gəzir və deyib buradan gəlir. Orada o kitabda bu mənaya bağlayıbdır. Şərqşünaslıq danışqədəsinin şərqşünasları 1910-da Veslovski gətirib deyir azad insan, o iki gəzir. Bu da bu mənaya gətiribdir və qaza da bağlayıbdır, qaz quşu. Ki, necə biz məsələn latin işlədirik adlarda, o da deyir, məsələn, qazda var idi bunlarda. Qazaq-Qırğız xalqının tarixi haqqında məqalələr 1924-də Çuluşinkov, qaz B izafiyə ağ, ağ ki, rəngi sefid, white və qaza bağlayıb deyib, buradan gəlirəm. Baxın, bəzi zamanlar olur ki, qəbilələr öz adlarını Tanrıdan alırlar. Öz adlarını Tanrıdan alanda məfahim ya feilləri ki bağlıdırlar ona, onlar da o eldən alırlar. Məsələn, bizim bayat varımızdır, be mənaya afərinəndə, yaradan, xaliq, Allah. Sonra bayat, bayatlu, el olur. Sonra bayatı da şeir olur. Məsələn, 2 dənə mənə bayatı denə, bayatı şeirləri ki, bizim xalq mahnıları, şeirlərimizdə, o 4 bəndidə. Ya məsələn, türklər ki, bir bölüm idilər, hamı türkü danışırdı. Amma türklər bir bölüm idilər, sonra bunun adı yayılır, umumiləşir. Siz görürsünüz ki, sonra türkiyəlilər deyirlər, türkü oxumaq. O, türkünün oxumağına irtibat tapır, yəni bir feili olur. Və ya məsələn, varsaqdan varsağı, qılıncına varsaqmaq. Qazaq da gəzməkdən gəlir. Bəziləri bu etiqaddadırlar. Mənisi indiki bugünkü bizim Azərbaycanda iyid anlamında gəlir. Yəni o iki ənli, kürəkli olur, gözəldir, şuxlu olur. O cavana deyərlər ki, Qazaq kimindir. Qaz əslində Kas qəbiləsidir. Kas, Qaz, Qaz, bunlar hamısı bunun axirinə ağ gəlibdir. Necə bizdə məsələn duz var, birdən gəlir olur duzlaq. Yəni məkani ki, duz orada vardı. Batmaq vardı, batlaq olur. Farslar da batlaq deyirlər. Bedrünki bilsinlər ki, batmaq irtibatı var. Yeri ki, orada batır insan. Su vardı, sulaq olur. Qu vardı, səs. Ki, Sumerlər də səsə qu deyirdilər. Biz də deyirik, qu deyirsən, qulaq tutulur. Və qu, mən ittifaqım bu həftə Sumer dərslərində də bərnaməmdə qu moridindədir. Onu həttəmən oxuyasınız Danıl Ulduzlar peycində. Məsələn, qulaq, yəni məhəlli ki, səs var orada. Və qıpçaq, burada da ağ gəlir, lağ gəlmir, ağ gəlir. Ya qazaq, yəni o iki ucalıqda məskəni vardı və yuxarı yerlərdə məskəni vardı, ya böyüklüğa, uluqdır, bu cürsünə deyək. Bunlara qazaq deyirik. Aqaraq, Dədə Qurqudda bir iyiddir. Məsələn, yer adlarında da vardı. 2025-də bir kətibəyi tapılıbdı, Urxun. Harda tapılıbdı? Qafqazda tapılıbdı. Bunlar ki, deyirlər, Urxun Altaydadır, Moğolistandadır. 2025-də sırç eləsəz, özü də tapa bilərsiniz, indi də muzədə qalır. Ki, orada qazan kəlməsi gəlibdi. Kersinodarda qazaqların,
yerləri də Kuban deyirik orada. İstəsəz sirç eləyəsiniz Kersunudar görün ki, orada biz görürük ki, Urxun yazısı tapılıbdır. Yəni türklərin əski yazısı tapılıbdır. Bu da maraqlıdır ki, bizim yaxınlığımızda bir dənə səbt şudə bir əl yazısı da türk Urxundan tapa bilirik. Ey Vəliyov, Azərbaycanın qərb yanvarlarının toponiması, əl yazması 1975, səhifə 100. Orada biz görürük Qazana da işarə olunubdur. Əslən siz indi baxsaz, Cümhuriyyət Tataristanın şərhlərinin fikir mərkəzidir də Qazandır ora. 1 milyon xurdə idi oranın cəmiyyəti var. Ya yox, kətləri var da ki, əslən Qazan deyirik biz onlara. Qazanxanda ki burada var idi, məşhur biz hətta bir cələsədə bu bəhslərimizdə ondan işarə elədik. Elə o da oradan gəlir. Dədə Qorqudda da Qazan varımızdı bizim. Qoşa çayı da Miyandab deyirlər, Qoşa çayıdır da əsladə. Hərçənd ki bunu tarixi Qoşa çayı yazılmayıbdı. Çünki bunu bir nəfər oranın naşirləri Qoşa çayı çıxardıbdı güya və bu adı intikhab eləyibdi ki, bu adı intikhab eləsin. Amma biz Səlcuq mənabeyində iki su varımızdı. Bunu orada görə bilirik. İki su deyilibdi. Amma Qoşa çayı daha indi uyğun olubdu, yerində oturubdu və işlənilibdi. Lazımdır ki, bunu da işlədək. Bizim müxaliflərimiz, müanidlərimiz, onlar ki, Azərbaycan xalqının düşməni, dilinin düşməni, hüviyyətinin düşmənidirlər və nijadpərəstdirlər. Onlar gəliblər bunu paşni aşil eləyiblər, daban eləyiblər ki, oradan oxu vursunlar. Və bizim cavanlarda düşürlər həçələ. Əslində bir nəfər yoxdur ki, soruşa ki, siz bir belə adı burada dəyişmisiniz, Tükan təpəni Tükab eləmisiniz, bilmirəm, Bəykəndini Bulkan eləmisiniz. Tamam adları da, bütün adları. İndi bir dənə Qoşaçay elə qaldı ki, biz adını dəyişmişik. Nə yaxşı ki, biz bunun adını dəyişmişik. Əslində də baxanda Səlcuqlar zamanında bu iki su deyilirdi. Orada biz görürük Qazan varımızdır. Yəni həm təpə vardı, həm kət vardı. Dədə Qorqudda Salurqazan da varımızdır. Və qəbili qazlımız vardı əfşarlarla qarışıq ki, Oğuzları yaraldıblar. Bunu kim deyir? Əli Rza Yalkin deyir. Cənubi Türkəmən oymaqları Ankarada çap olub 1971-də, birinci kitab səhifə 93-də. Pəs biz burada görürük. Afşarlarla qazlılar Oğuz elin ki, bizlər Oğuzlardanıq, Türkiyəlilər və Türkmənistanlılar da və İranın Türkmənləri də Oğuz elindəndirlər. Biz görürük qazlılarla əfşarları bu işarə edir ki, bu iki tayfə idilər umumda. Bu günlərin bəs əhəmiyyəti bu bəhsi də biz gərək bilək. Təbrizdə də həmin Qazaniyə ki vardı, bu məniyə gəlir ki, uca yerdir. Çünki Qazan yəni uca yerdə olan qaz özü ucalıqdır mənası. Eyni Albanlarda al kimi. Al da ucalıqdır, qaz da ucalıqdır. Kəsiri ekdir, pəsvəndidir. Qazax kəndi 2 dənə varımızdır Ərdəbildə. Qazax şəhəri varımızdır Qəzvində. Əslən Qaşqəri qaz evin, qaz oyun, ya oynamaq ya evin. Hər ikisi də mənim nəzərimə düzdür. Və evi də qədim etimoloji ilə düztər bilirəm ki, qaz evindir, Qəzvin olub dindi. Bu iş nijadpərəstlər deyirlər, bu Kasdır. Kasidir və orada Dəryayı Kaspiyandır. Bizim yoldaşlar da bir ləhzə gedirlər görək ki, ora Xəzər dəryasıdır ya Xəzər dənizidir. Əzizim mən, onlar ki deyirlər Kaspiyan, onlar da düz deyirlər, elə Kasılardandır. Kasılar da həmin qazdılar. Çünki K ilə Q mübəddildirlər, bir-birlərinə çönəndirlər, Z ilə S da bir-birinə çönəndilər. Pəs elə həmin qazdır. Həmin qazların dənizidir ora. Onu da deyəndə biz gərək utuzmayaq, dalı oturmayaq və gətirək bunu da mətrəh eləyək. Qasaq çayı varımızdır bizim özümüz. Sibridə Qazaqlara qasaq üçün deyirlər orada da. Cəlib budur ki, burada qasaq çayı vardı, Sibridə də Qəzzaqlara qasaq deyirlər. Pəs bunu da zehninizdə saxlayın. Qazaq qayamız vardı bizim Zülfa Fikirəm ətrafında, o Arazın qırağındadır. Qazan dağı varımızdır bizim Qəzvində və Qazqazan varımızdır bizim kəndimiz vardı, Dehestandır Qəzvin tərəfində. Sərdəşdə də qazanımız vardı və Urmiyədə də varımızdır. Məhmud Kaşqəri ilə işarə edir, deyir ki, qaz Əfrasiyabın qızı idi. Pəs burada qazı işlədir. İndi bunu Latin kimi
Sevuni, o birisi quşları ki biz tərlan kimi məsələn işlədirik qızlara. Qazı da çox təbiidir ki, qız adı intikhab eləsinlər. Çünki həm uciyəcidir, ucalıq anlamındadır, həm bir quş anlamındadır, gözəl quş anlamındadır. Qaz qalası da varımızdır bizim. Və hakimlər bunu yadınızda saxlayın. Ellər həmişə özlərin ucuya bağlıdırlar, Tanrıya bağlıdırlar, göyə bağlıdırlar, Allaha bağlıdırlar və ona görə çox təbiidir ki, bunu da işləsinlər. Bir dənə Qazılı kənd varımızdır ki, bunu gətiriblər Qazilu eləyiblər. Bir dənə də Məlik Qazat varımızdır. Mulki Quzzat eləyiblər bu kəndin də adını. Heç kəs də demir ki, qardaşım, indi 20-ci yüzildə biz baxırıq görürük ki, oranın heç mədrəsəsi yoxdur. Yəni nə cür olar hamısı qazi olsunlar? Sən gətirmisən ora Mulki Quzzat eləmisən ya Qazilu eləmisən. Elə bunlar Qazıllı kəndidir. Elə özləri də Qazılı deyirlər ki, qaza bağlıdır. Qafqaz özü, qaf yəni dağda, türküdə. Qafqaz, qaz da ki, elimizin adıdır. Azərbaycanın soy kökündə duran bir ellərin adıdır. Qafqaz yəni qazların olan dağı. Dağ ki, orada qazlar vardılar. Xacə Rəşiddin Fəzlullah Cami o təvarixdə deyir Bulsaqanın böyük və yüksək, ortaq və qaztaq dağlarında yaylası var. İndi biz burada həm ortağı eşidirik, həm qaztağı eşidirik. Tağ, yəni dağ. Öz dilimizdə yəni kuh, dağ. Ortaq deyəndə, urki bilirsiniz, qədimi bizim Sumer lüğətimizdir da, yəni hörülmüş, uca, təppə, şəhər, bu anlamları verir hamısında. Urtaq, yəni uca dağ, şəhər dağı. Orada gətiribdi Xacə Rəşiddin. Və Qaztaq, burada 2000-sində Qazın dağı. Yəni dağ içi qazlar orada vardılar. Baxın, Qurtaq məsələn bizim varımızdır. Qur, Sumerdən tutun ta Büyünəcən, yəni ot anlamında. Qurtaq, bu işi pöhrə verir, o işi vulkan dağıdır da, fıskırır ya püflür, otu püflür. Ona türklər Qurtaq deyiblər o zaman ki, bu Sumerdən gəlir. Öz dilimizdə biz Azərbaycanda bir dənə deyərik qazlanma. Qazlanma, yəni uca danışma. Qaz kəlməsinə heç irtibatı yoxdur. Çünki niyə? Misal verirəm Dədə Qorquddan. Deyir, Təpəgöz sıçradı, baxdı, basatı gördü. Əlin əlinə çaldı, qaz güldü. Yəni burada qaz güldü. Uca güldü. Pəs biz bunu görürük ki, rişə hardan gəlibdir? Ya məsələn kətlərdə yəhəri zadı atın, ulağın, məsələn bunların yəhərlərin uca yığanda, qaliyəndə deyərlər qazılıq. Adı qazılıqdır bunun. Orada da qaz bəs uca mənisində verir. Qışda, yazda qarı buz varımdır. Baxın, burada Dədə Qorqudda qazılıq gəlibdir və biz görürük ki, qazlıq dağı, haman qaz, qaf. Qafqaz olur da, baxın, qazlıq dağı. Burada Dədə Qorqudda gəlibdir. Bəxti qazlıq gəlirik, qaz görürük. Dağ görürük, qaf mənisindədir türküdə. Bunda qaz-qafi tərsi oxuyacaq, Qafqaz olacaqdır. Pəs Dədə Qorqudda o ad gəlibdir. Buranın özündə Qaflantı dağı varımızdır bizim. Yəni burada da gəlibdir, biz görürük qaf mənisində, dağ mənisində biz eşidirik bunu. Qazlıq atları ki, Oğuzlarda vardı və Dədə Qorqudda gəlib, hündür, ucaboy atlara qazlıq atı deyərdilər, atları deyərdilər. Bu da bəs bir məni, yəni biz qazlığı burada qurtarırıq, qazağı, qazı burada qurtarırıq. Görürük ki, nə qədər burada yer adlarından biz eləyə bilirik, tanıyaq, görək ki, bunlar hamısı bizim Qazzaq, ya Qəzzaq ki deyirlər, türklərin tayfası və indi Qəzzaqistan adında bir ölkə də var. Rusiyada da var, Qafqazın üst tərəfində də var və Azərbaycanda da bunlar dağılıblar. Hangi qismətlər oradan gəlmədilər? Əsl yurt Qazaxıstandır və oradan gələn türk tayfalarında da biz burada bunları tapa bilirik. Gedirik Oğuz xana. Oğuz xanın ilk xanımısı ki bir işıq idi, şırıq bir işıq idi da günəşdən qopur, gəlir və par parıldırdı. Bu da antropomorfdir, yəni insanlaşıb, xanım olubdur və
Oğuz Xaqanın ki bizim türklərdə fərzən Kiumərsdir farslarda. Adəmdir. Əvvəl insan bunu məsələn türklər tanırdılar. Oğuz Xaqan bu xanımısından 3 dənə oğlu olur. Gündür, aydır, ulduzdur. Hər üçü də səmavıdırlar. Göyə bağlıdırlar, işığa bağlıdırlar və ucalıqdadılar. Amma bir gölün vəsətindən, ortasından bir ağac çıxır. Ağacın içindən su tökülür, su çıxır. Və biz bunu görürük dünya ağacıdır. Həman həyat ağacı ki deyirik, odur. Bu da bir insana çevrilir, bir xanım olur ki biz bunu bu mifdə ya mitoloji, əfsanədə biz 2000-ci xanımı bilirik Oğuz xanın. Əgər əsatiri baxsaq ki biz buradan görürük 3 dənə üç çiçək oğulları bundan olurlar. Göydür, dənizdir, dağdır. Ki bunlar da ənasır təbiidirlər. Və biz 3 dənə də bu çiçək oğulları 2000-ci xanımısından bilsək, görürük 300 və 300 bunlar ikisi bir-birlərinə əkizdirlər. Bu paraleli mən istəyirəm nə niyə gətirəm? İstəyirəm biz qabaqcadan bəhs eləmişdik ağ qoyunlar və qərə qoyunlar. İstəyirəm gətirəm, yetirəm ona. Əgər siz baxsaz, türklərdə bunlar çoxdular. Məsələn bizim Qıratımız var, Duratımız var. Bu Koroğlunun atlarıdılar da. Ya hər kətdə bir aşağı baş var, bir yuxarı baş var. Ya birdən iç oğuzlar var, eşik oğuzlar, ya dış oğuzlar vardılar. Ağ dev var, qərə dev var. Və mən uşaq idik, məsələn, deyərdik, qız qızıla dönübdür, oğlan gümüşə dönübdür. Burada qızıl var, gümüş var. O məfahim çox dərindirlər. Söhbət eləyəcək ki, nə cür Oğuznamələrdə, nə cür Dədə Qorqudda, nə cür Altayda, Moğollarda və türklərdə bu gümüş ilə altın həmişə paralel, bərabər, eşit gediblər qabağa. Sağ bəylər var, sol bəylər var. Ağ xan var, qərə xan var. Qırğızlarda sol qol var, sağ qol vardı. Və bunu nəzərdə tutun ta bəhsimizin idaməsini verək. 2000-ci mənim yarım saatim dolur. Əgər suali olsa, söhbəti olsa, onu eşidim ta gedək 3-cü bölümə. Çox sağ olun Sahid Öhdü. Əgər icazə versəz, dostlardan üstə gətirək. Bir iki dənə suallar vardı, onları da eşidək. Siyavuş bəy, mən sizi gətirəmirəm üstdən. Giriş-çıxış yapın, bəlkə düzəldi. Yenilməzi eşidək, qısa, tazan qeydər olsun. Yenilməz sualınız vardı, buyurun, çox qısa. بله بله ساس var. تأخیر صدا var da Eliyar. من bir dənə fəqət mövzu istəyirəm işarə edirəm. Bilmirəm sual gərək soruşam ya mövzu işarə edirəm. Bir daha dostlardan yazmışdı x türk kəlmədə yoxdur. Əlbəttə ay Rəhim bəy o buyurmadı da, Edeşir Rəhim. Ondan sonra ay Rəhimin sualı buyurdu ki, mən sual zehnimə gələn sual budur ki, ayı Doktor Ağbayraq, aya Qazax kəlməsi rişəsi ola bilər bu şeydən ki, mən deyirəm, yəni qaz araşdırmaqdan gələr, dostuzlukərdən araşdırmaq. Ağ da bir daha pəsvənd ola bilər. Mənim sualım oydu. Buyur. Tamam, məmnunam. Hər halda o ayrı dostlardan da olsalar, çəşmə. Ay doktor, eşitdiniz? Mütəəssifانه Paşa bəyin səsi yoxdur. Əgər bu Moriddə mövzu sual soruşdular. Bunun yazısmağı və tələffüzü eləyə bilər fərqli olsun. Bəli, həm türklərdə, çi Azərbaycanlılar, çi İstanbullularda bu vardı. X yazılır çox yerdə. Bəli, məsələn Sumerdə x kəlməsini görmürsünüz. İllət budur ki, əkidi ilə təfsir olubdur. Bizdə də bəzən görürsünüz x yazılmır, amma işlənir. Məsələn xarpuz deyirlər. Ya yox yazılır və gedəndə İstanbulluya məsələn hurma deyilir, Humeyni deyilir. Yəni bu xlar gedirlər. Eyni ingiliscə kimi də. Yəni bunu biz eləyə bilmərik ki, deyək yoxdur. Amma əgər xas bir mənzurunuz olsa, onu yenə deyəsiz mən rahmanlıq edeyim. Sonra aya qazaq qazmaqdan ola bilər, yəni bir zadı qazaq. Biz eləyə bilmirik ki, hər nə mənəni öz zehnimizlə bənzədək bir zada. Bu modik olubdur, bu çox qorxuncdur. Birdən məsələn mənə gəlirlər yazırlar ki, aram burdan ola bilər. Mən sizə hər sözümə bir qaynaq gətirirəm, sənəd gətirirəm, kitab gətirirəm.
O insanları ki ömürlərin qoyublar, qədimi nüsxələri oxusunlar, bütün dünyanın bu lüğətnamələrini araşdırsınlar və sonuca varsınlar, yetişsinlər. Pəs biz çox ehtiyatlı olaq. Bəli, ağ kəlməsi bir dənə eləyə bilər, rəngi sefidi irtibat olsun. Amma o cürsünə tutsaz, onda bütün dünyanın ilə nə mənə kəlməsiz Almandan gətsəz, mən oxşadım Türkiyə deyə biləm. Bunun gərək bir kökü olsun, əfsanəvi bir kökü olsun. Yəni kəlmənin bu bölümlərinin yaranmasının tarixi olsun. Olmasa yox, biz bunlar səthi və mübtəzəl oxşatmalardılar ki, bizim dilimizə də zərbə vura. Çox məmnunam Aydötür. Paşa bəy fikir edirəm, açılmadı mayxı hər halda üstədə gətirdik ki, nəzəri sualı olsa. E, Abi adında dostlardan da tanımıram, Əli Kərimoğlu. Bəli, hər halda xoş gəlibdir. Əgər sualınız var, siz də buyurun, bəhsimizi idamə versin Aydötür. Bəli, çox sağ olun Eliyar bəy. E, Mən bəhsə sonra qatıldım. Bu Qazanın sözü idi. İstədim Ay Döktürdən bunu soruşam ki, Bostanabadda da bir kət var, Qazancay. Bu Qazan ki buyurdular Ay Döktür, bunun da vərsi təsmiyəsi ondandır ya yox, Qazancay kəndi. Çox sağ olun, təşəkkür. Mən də məmnunam, təşəkkür edirəm. Aydötür Rəhmaq Bayraq, buna da bir nəzər verin, ondan sonra idamə verin söhbətlərinizi. Buyurun. Bəli, həmin söhbəti ki ərz elədim, bir var bunu gətirəsiz qazanı ki işlədirik, yəni məsələn diqə bozorq. Bir buna rəbti verək, çox gülməlidir ki, gətirərlər qablamadan, qaşıqdan, qazandan bir çayın adını qoyarlar. Həmişə, çünki Azərbaycanın kökləri çox dərindir, min illərə gedirik. Biz miladdan qabağı və qazları gərək axtaraq. Və Qazan çayda dəqiqən elə bu qazlara irtibat olan və qaz elinə bağlı olanlara mənim nəzərimə bağlıdır. Bəli, mən həmişə bunları bu səthi baxışdan aparıram o rişələrimizə və o rişələrlə baxanda onda düztər olur. Yoxsa indi gətirərlər bir dənə çayın adını qoyarlar, qazan bilmirəm, o bilsin qoyarlar qablama, yox, mən bu cürsünə baxmıram. İnşallah ki, ləzzət bəxş olsun, hövsələ eləsinlər yoldaşlarımız, bunlar əsası bəhsidirlər. Və mən oracan ki, özüm oxumuşam, oracan ki, özüm eşitmişəm. Bunların %90-ı demək olar ilk dəfə tərh olurlar. Bunlar eləyə bilərlər məqalə olsunlar, yazılsınlar, amma müxatəbin hövsələsindən uzaqdılar. Neçə dəfələr mən o xəyyat yoldaşımızı Seyran Həmindən misal vermişəm ki, dəfələr məsələn mənə peyam da göndərib, yazıb da ki, mən otururum neçə dəfə buna qulaq asaram. Yəni bizim yoldaşlarımız ərxeynəm ki, çoxları, minlər nəfər bu cürsünə otururlar iş yerlərində, bunlara qulaq asırlar. Ona görə çalışıram ki, bunu onlar bəyənən şəkildə irayə eləyəm. Əvvələn bir-birlərinə bağlıları olsun, insizamı olsun mətləbin. İkinci, bu günlərimə bunu deyirəm. 50 il sonra tarixdə bunlar araşdırılacaq. İndi huş məsnuidə gəlibdir. Çoxtər dəqiq gedəcəklər bunların kökünə. Həttəmən sənəddə olsun sözümüz. Oğuz xanın 3 böyük oğlu var idi. 3 kiçik oğlu. Və 3 böyük oğlun gün doğana, yəni şərqə tərəf yolladı. Kiçik oğulların gün batana, yəni qərbə tərəf göndərdi, məğribə tərəf göndərdi. Böyük oğlanlar qızıl yay tapdılar. Yəni kəman təlayı. Tiro kəman demərik, yay yəni kəmanda. Qızıl yay tapdılar. Kiçik oğullar 3 gümüş ox tapdılar. Çox oradan gəlir də. 3 gümüş ox tapdılar. Burada görürsünüz qızılla gümüşü paralel, eşit nəzərdə tuturuq. Əgər biz baxanda bu paralel hətta bizim yaradıcılığımızda, afərinişdə də vardır. Məsələn, ölgən var, ərlik var. Ölgən yaxçıdır, niruy xeyirdir, ərlik şərridir, əhriməndir. Ölgən məsələn gətirir yaxşılığı yaraldır, göyü yaraldır ki, siz baxanda şamanlara, ağ qamlara ki, Altayda neçə yüz il bundan qabaqacan var idilər və bunlar səbt olublar. Onlar gündoğana tərəf durardılar və o surutlarını oxuyardılar, ayini mərasimlərini əncam verərdilər və ağ giyərdilər. Ağ qam deyərdilər bunlara. Çünki bunlar ölgənin niruları idilər. Və onlar ki, ərliyə məsələn istədilər ki, qarğış eləməsin, istədilər ki, şər yetirməsin, onlara
qara qam deyərdilər, ya qara şaman deyərdilər. Bunlar gün batana tərəf durardılar və sudutların o tərəfə oxuyardılar və iltimaslarını o tərəfə eləyərdilər. Abdülqadir İnan tarixdə və bu gün şamanizm ölkə nədir? E, yəni orada o söhbət eləyir. Deyir biri ağ, biri qaradır. Mən bu mənbəyi də oradan deyirəm. Və deyir ki, ölkən odu olmağı insanlara öyrətmişdi. Ölkən odu, yəni mənə otu insanlar nəcür yandırsınlar, bunları öyrətmişdi. Deyir, o gündən bir ağ qara daş bir-birinə vurur. Yəni gün tərəfindən ərzani xورشید. O iki Sumerlər də deyirdilər bu od ərzani otodur, yəni günəş tanrısıdır. Ona görə odun deyirdilər ocağa ki biz də ona görə odun deyirik. Biz burada görürük ki Əbdülqadirin İnanında da Əbdülqadir İnanın kitabında da və bu kitabı ki ad apardım, orada bir ağ və bir qara daşı bir-birinə vurur və orada qılğım çıxır, yanır. Zayış bəs atəş, otun doğulduğun biz türklər bu cür sına bilirdik. Burada da paraleldir. Ağ və qara daş. Çünki bilirsiniz, daş bizim özümüzə də çox müqəddəs, kutsal idi. İndi bu daş babaların nümayişgahına getdim. Bu Otel Kaya'da idi və mən orada gördüm ki, biz daşlara, orada da söhbət elədim bu daşlara görə ki, əslən bunların fəlsəfəsi, bunların yaranması nəcürsün idi. Baxın, biz məsələn Qaradaş Səngi Səbur. Biz məsələn daş ki, ondan uşaq istərdik. Biz daş idi ki, ayini surətdə bu daşlar tilism elərdilər, cadu elərdilər. Bunlar var idilər türklərin əski inanclarında ki, əlbəttə onlar ki, məzhəbi dəyişdirlər, deyirlər bu xurafat tərviz edir. Biz özümüz qəbul edirik bunlar xurafatdırlar. Biz burada elmi bərrəsi edirik, araşdırırıq. Və Oğuz moridində mən gəlin o iki daşlarda yazılıb, Uyğurlarda yazılıbdır. Onlara da bir işarə edeyim. Uyğurların Oğuza görə bir yazıları vardı. Bunu istirdim bahəm bərrəsi eləyək. İttifaqən qəşəngdir olar ki, bir Uyğurların dilindən də bizzətləri öyrəşək. Bu cür başlanır. Deyir Oğuz, yəni Oğuz xan, mən yəni deyəndə mənzurum budur ki, bugünkü deyişdən həzir olur. Belə yazırdı Uyğurlarda. Yazır Kağan Bəktuk ordu, yəni böyük ordusu Xaqanın ön yağı da, yəni ön yanda sağ tərəfə ön yağı deyirdilər və deyirlər indi Uyğur türkləri, Çində olan türklər. Kırık kulaç ağacını tikurdu onun. Kırık kulaç yəni 40 kulaç. 40 kulaç uzunluq ölçüsüdür. Yığacını, yəni ucalığında tikurdu onun, yəni ağac tikirdi. Ağacı yerə qoyurdu da, yəni dirək olardı ha, dərvağı bir sütun kimi onu. Başı da bir altın toğuq koydu adağı. Yəni onun başında bir altın, bir qızıl toyuq qoydu. Tağuq koydu adağı. Yəni qızıl bir toyuq qoydu onun başına. O ağac işi tikdi, çadırın qabağına vurdu ya o əsas dirəyi ki yaratdı, onun üstünə morğ təlayı qoydu. Bu bir dənə inancıdır, bu bir dənə semboldur qoydular ora. Da bir ak koyun bağladı çün, yəni ayağına bir ağ qoyun bağladı, sol. Yağıda 40 kulaç qaçını tikurdi. Yəni yağıda dedik ki, sol tərəfdə. 40 kulaç da dedik uzunluq ölçüsüdür. Qacını, yığacını, yəni ağacını. Tikurdi, yəni dikirdi, yəni tikildi də. Onun başında bir kumuş tavuk koydu. Bu kim aydın idi. Onun başına bir gümüş toyuq koydu. Adağıda bir kara koyunu bağladı. Ayağına bir qara qoyunu bağladı. Ön yakda buzuklar alturdu. Ön yakda, yəni sağ tərəfdə. Buzuklar, yəni boz oxlar. Dedik ha, getdilər bunun uşaqları boz ox tapdılar. Alturdu, yəni oturdu. Çöl yakda, çün yakda. Üç oxlar oturdu. Yəni sol yaxda, sol tərəfdə üç oxlar oturdu. Kırık gün, kırık gecə aş adılar. 40 gün, yəni 40 gün.
Kırıq gün. Kun yəni gün. Qırıq gecə yəni 40 gecə. Aşadılar yəni aş yedilər. Aş به معنی غذاdır qədim türkdə. Sumerdə də bu cür sınadır. İçdilər, sevincdilər ondan sonra. İçdilər, sevincdilər, sevinç tapdılar da, yəni sevindilər ondan sonra. Oğuz Xaqan, Oğuz Xaqan yəni Oğuz Şah öğütlərina, yəni oğlanlarına, yurtun, yəni yurdunu oval iştirib, yəni arasında böldi, yəni böldü, təqsim elədi. Mühim budur ki, üç əvvəl uşaq qızıl bir toyuq gətirirlər və ağ qoyunu bağlırlar ora, bunlar üç oğuzlar olurlar. Üç 2000-ci uşaqlar gümüş toyuq gətirirlər, qərə qoyun bağlayırlar, diş oğuzdular. Burada görürük ki, ağ qoyun və qərə qoyun به هیچ عنوان bir dənə qoyun məfhumunda deyil, bir dənə simvolik, bir dənə əsatirdir. Mən o qədər narahat oluram. Məsələn, mənə əks göndərirlər, bu günlərimdə Əhər tərəfindən göndərmişdilər. Onlar bu qoyunlar ki, daşlandılar, yonmuşdular, torpaq içindədirlər, sınıq salxaq. Gün vurur, yağış yağır, qar tökülür üstünə və bunlar dağılırlar. Çoxlarını da bunların oğurlayıblar. Hər kəs ki bu səsimi eşidir, qəşəng bilir ki, bunlar kətlərdə olardılar. Baxın, bunları əkinəcaqla qəbirlərin arasında qoyardılar. Yəni məzaristan, o ki qəbristandır. Keçəcək və onlar ki gediblər, ruhlar oradadılar və əkinəcək ki, hasili dirilər oradan alırlar. Bunların sərhəddində, mərzində qərar verərdilər. Hələ də ki, hələdir Xarxaslar məsələn gətirərlər, bir qoyun da qurbanlıq elərlər, ağ qoyun qurbanlıq elərlər və o qoyunun qanını da səpərlər bunun üstünə, bu daşın üstünə və deyərlər bu bizə bərəkət verəcək. Qoyunlarımız yaxşı doğacaqlar, çox doğacaqlar, hasilimiz çox olacaq, bərəkətimiz çox olacaqdır. Bunlar da bizim qədim inanclardılar ki, yaddan çıxıblar. Bizim hətta məsələn təkəmsi ki gətirir. Bizim axı sayaqçılarda var, təkəmsilər də var da. Bu təkəmsilər ki bayram axşamı gətirərlər, bir gecə oynadarlar və şeir oxuyarlar, bayramın nəvidini verərlər. O zamandır ki bu heyvanlar bal alırlar və sayaqçılar da gəlirlər. Bir açıqlıq, bir açıq havada qoyunların qırxan zaman, balalama zamanında ayini bir hərəkətlərdilər. Kaş bunların miras fərhəngi böyük festivallar tərtib verə, xəzinələr xərcləyə, kitablar çap eləyə, müstənədlər düzəldə, nümayişgahlar tərtib verə ki, təəssüflə hələ başımız qarışıbdır ayrı bir zətlərə. İndi sayaqlardan söz gəldi, qoyun bir Azərbaycan folklor antologiyası Bakıda 1968-də çap olan səhifə 268-dən mən sizə bir sayaqçılardan bir zad oxuyum, görün nə qədər gözəl bizim inanclarımız, şeirlərimiz vardı. Bunları da hərdən bu Clubhouse-larda nə min üçün deyirəm, bilirəm ki, şayad bu deyəsiz yersizdir. Amma nəzərimə gəlir ki, indi neçə ay sonra bayram olacaqdır. Bəlkə biri götürəcək bunun üstündə xoşnivisi yazar, biri nəqqaş çəkər, biri əslən sayaqçı olacaqdır. Sayaqçı qıllığında mədrəsələrdə ayinlərimizi orada icra eləyəcəkdir. Əlində bizzat yoxdur. Bunları ona görə deyirəm ki, bu material ona fərahəm olsun, amadə olsun ki, bunları orada oxusunlar. Salam əleyk say bəylər, bir-birindən iyi bəylər. Saya gəldi, gördünüz, salam verdi, aldınız. Anlı təpəl quzunu sayaçıya verdiniz. Bu saya kimdən qaldı? Atam Adəmdən qaldı. Adəm ata gələndə qızıl öküz duranda, buğda sümbül salanda, buğda sümbül salanda. Burada anlı təpəlki deyirik, yadınızda saxlayın. Əslən bir inanc vardı ki, məsələn türkmənlərdə fikirəm hələ qalır. Altaylarda ki, qətvən bunu oxumuşam, yadıma gəlir vardı. Orada biri xəstələnəndə, noxoşlayəndə buna bir ağ qoyun gətirərlər və bunun boynuna ağ, məsələn bir tənzif deyək də, bir parça bağlarlar. Munta bunun başı gərək sarı ola. Qoyun o cürsünə gərək ola. Bir sarılığı gərək bunun başında görsənə. Və xəstə buna təzim elər, qətlənər bunun qabağına və bunu bu ünvanı bir dənə necür deyim, ain kimi bunu qoruyacaq. Onu kəsməzlər, yeməzlər ta bu xəstə öləndən sonra qurbanlıq elərlər. Saya yaradan soy qurandır. Yəni soyqurandır. Bizim məsəllər ata-baba sözlərində.
Saya peyğəmbər işidir. Sayadan dönən soydan dönər. Soy yox ikən saya var idi. Soy min olar, saya bir. Saya dərd verəndə dərman da verər. Saya göydə, soy yerdə. Saya yaxşı sayaqdır. Yeri yurdu qayadır. Onun gözəl sözləri yatanları oyadır. Burada qaya, biz baxırıq həman daşların müqəddəs olduğuna bizə, qayaların. Siz baxırsınız, bu hətta Hindistanacan gedib. Mitra orada dağların arasından doğulur gəlir. Yəni ilahi xurşid orada qayalıqdan gəlir. Bizdə də bu var. Misir qılış belində, yəni o mitrayı ki, məmulən ferişte-i ədalət bu dadgahların qabağında Avropada görürsüz, gözləri bağlı bir qızdır. Əlində bir tərazı var, bir qılış var. Misir qəmə belində qızlara pəhləvandır. Biz uşaqlıqda oxuyardıq. Bu mitra da həman qılış belində. Niyə biz əslən xoruzdan, atdan, dəvədən bunları heç qurbanlıq eləmirdik? Çünki bizə semboldur qot və bizim daşlarımız da ona görədirlər. Bunlar hamısı, bunlara quzu məngir deyərdilər. Quzu məngir, məngir yəni yaşar, yəni əbədi. Ki mən buna hardan deyirəm? Bunu Alpski 1887-də deyir ki, mən bir çöldə, çölün ortasında bir qoyun heykəli gördüm, daşdandı, qoç heykəli ki, yarısı torpağa quyulanmışdı. Bunu çox zəhmətlə mən əlləşdim, qazdım, çıxartdım ki, aparam verəm muzeyə. Bir qoca Xaqas çobanı gəldi, türk çobanı gəldi, orada mənə mane oldu. Ağladı, əlləri titrəyət ki, bu quzu məngirə aparsaz, bizim qoyunlar pis balalar. Yəni bu cür inanırdılar neçə yüz il bundan qabaqacan, 100, məsələn 20 il, 140 il bundan qabaqacan. Biz nə düşünürük? Yəni bunları nə gündə saxladıq? Hamısını oğdular, güpünlə vurdular, belinə sındırdılar. Dedilər bunların içərisindən qızıl çıxacaqdı. İndi bəs ağın mor necə də ağ qoyun, qara qoyun bəhsinə gedək. Ağ qoyun, qara qoyun bəhsinə gedəndə bunu yadınızda saxlayın. Ağ, yəni yuxarı. Ağ, yəni sefid, white. Amma bizim məfahimizdə baxsaz burada al dedik, yəni yuxarı, qaz dedik, yəni yuxarı. Üçüncü ağ qoyun da, yəni yuxarı qoyun, yəni mənəvi qoyun, ilahi qoyun. Qoçi ki Allah tərəfindən verilibdir. Siz bunu nəzərdə tutasınız ki, Azərbaycanın iqtisadiyyatı məsələn 1000 il bundan qabaq, 2000 il bundan qabaq, 5000 il bundan qabaq, hətta 500 il bundan qabaq nə qədər qoyuna bağlı idi? Bunun dırnağından, bunun paçasından, bunun quyruğundan, bunun dərisindən, yəni tamamı sütündən istifadə olunurdu bunu. Biz onda bilirik ki, nə qədər qoç bura mühüm idi. Və hətta Seyidov öz kitabında 224-də səfə deyir ki, ağa kəlməsi də məncə buradan gəlibdi. Biz ki, ağa deyirik, tərəf, yəni göyə bağlıdır, yuxarıdır bu. Və Mistaq nə mənadır? Mistaq budur ki, Uyğurlarda bir şəhər vardı, Bay. Və Çində, çünki Uyğurlar bilirik da Hun türkləri Çinə müsəllət olub, illər orada necə İrana türklər hökumət eləyiblər, Çinə də illər boyu türklər hökumət eləyiblər, Hunlar hökumət eləyiblər. Orada Bay deyilir, Hun dilindən, Bay gedib ora. Bay bizim əski lüğətnamələrə baxanda yəni vardı, Baybək kimin, Baybək. İndi biz baxırıq görürük, Bay nə mənadır Çini dilində? Ağdır, və məniyə sefiddir. Yəni bu lüğət orada hətta qalıbdır. Ağalıq da bəs buradan gəlir. Müstəq, gələk bu isbat eləyək də, əgər bir iddia eləyirik, biz burada Instagram peyjlərində gəlir hər bir sözü, bizdə də bətdir ki, huzursuna deyir, bura bir elmi Clubhouse-dur. Nəsimidən bir şeir deyirik. Loh-i ixlas eyliyə, dinsə könlünü ey muttəqi, kurri rəhmanə, yəni kori rəhmanə, ağ deyən getdin ərş-i ilahi gör. Burada ağ be məniyə yəni yuxarıya getməkdir. Yuxarı getsən ərş-i ilahiyə yetişsən. Pəs biz burada misraq gətiririk. Əgər siz burada istəsəz ayrı nümunələr gətirək, məsələn mən nümunələr gətirirəm.
Əbdülqadir İnanda biz baxırıq görürük, fədailərdən misal gətirir ki, bunlar ağ bayraq vurardılar qəbirlərinin üstünə öləndən sonra. Yəni nişanə bu ki, burada bir fədai, bir insan özünü ölümə verib ki, öz elini nicat versin, bir savaşda, bir cəngdə, bir məsələn bir işi ki, düşmənə qarşıdır, orada özün qurbanlıq verənin qəbrinin üstünə ağ bayraq verərdilər. Sonra biz görürük ki, bunu xaqanlar da öz çadırların üstlərinə ağ bayraq qoyarlar. Bəziləri çox səthi baxır, hərdən məsələn öz ustadlarımızdan da hərdən məsələn deyirlər ki, ağ bir məni təslimdir. İndi bəli, Avropada bir məni təslimdir. Amma biz öz köklərimizdən ağ bayrağa baxanda sülhü də göstərir, Tanrını da göstərir, yuxarını da göstərir və fədailiği də göstərir. Adam elinə, xalqinə, millətinə, mərdumuna qurban da gedər və xaqanlığı, padşahlığı ki biz türklərdə bir dənə bir silsilə var idi. O silsiləmizi bizim göstərir. Siz baxırsınız görürsünüz Ağ şəhər var. Türkiyədə də var. Bakıda Babil hissəsində var. Yəni Hökuməti şəhər, Xaqanın şəhəri. Mən bir dənə də əks qoydum fikirəm. Yoldaşımız Tarix Bil Van, yəni Tarix Bili Yek kanalında bunu şayət qoydular. Qoymasalar da həttəmən vurarlar, orada baxarsınız. Çəngizxanın çadırının üstündə biz görürük ağ bayraqlar var. Əlbəttə bayraq ki o zaman toğ deyərdilər. Toğ inəyin ya həmin bufalonun ki nişanı qüdrət idi. Onun quyruğunun tüklərindən olardı və biz görürük o toğları ki sonralar çox işləndi, Azərbaycanda da çox işlənilib, miniatürlərimizdə də vardı. Ağ toğ işlənərdi xaqanlarda. Orada Çəngizxanın bir nümunədə mənim cəddim miniatürlərində və əgər ağ yurdlara biz baxsaq, adlanır bu ağ yurdlar. Harda ağ yurdlar? O zaman ki bir xaqanın məsələn qızı, Qırğızlarda bu vardı, Qulayım. Mən hardan bunu deyirəm? Qırğız Musko çapında 1951-də səhifə 14-15-də. Biz orada görürük burada ağ yurd. Ya siz baxın məsələn Dədə Qorqudda Nəmənə meydanında Boğaz savaşır, Ağ meydanda bu savaşır. Yəni lap yüksək, mütəali ya uca bir yer. Şəkidə birdən misal vardı. Mənə deyirlər. Deyirlər ağanın ağ yoluna çıxıbdı. Yəni o yol ki şahi yoldur. Bəxtəvər olub da ağ günə çıxıbdı. Yəni qəşəng bir yol tapıbdı. Və ona görə bəzən matəm rəngidə bu işlənilib türklərdə. Biz deyirik üzü ağ oldu, bəxti ağ oldu. Əslən biz ölgənci dedik, afərinəndir, xeyirdir, ərlikin qabağındakı yeraltı dünyası, ölülər dünyası və eyni bunlar ikisi də Sumerdə vardılar. Ölgən deyir ağ çiçəkdən, ağ güldən, ağ insan yaradır. Erlik də ağ çiçəkdən qara insan yaradır. Biz burada da görürük ağ insan və məfhum yaxşı insandır. Buna hardan dedim? Murad Uraz Türk mifolojisi İstanbul 1967-də səhifə 292-də. Biz əfsanələri ki vardılar. Bu əfsanələrə də baxanda Buğu Təkin biri ağ giymiş, əlində ağ ağac, ağ saqqal, başdan başa ağ, işıqlı adam, fıstıq şəklində yeşim daşı, yəni ıldırım daşı verir insana. Biz burada da bunu görürük. Yəni orada da görürük ki, bütün ağ giyir mənəvi insan, müqəddəs insan, bütün başdan başa hətta Həzrəti Musa da var türklərdəki ağ giyərdə. Yəni bu cür inanc vardı. Yaqutlarda nə mənə var? Yaqut türkləri deyirlər Allah ağ dağın üstündə oturubdu. Bunu Bahaəddin Öcəlin kitabından Türk mitolojisi 1971 səhifə 291-dən dedim. Aba Qaan əfsani tatarlarda Ağ xan orada biz görürük ki, ağ dağ ətəyində yaşayır. Burada da ağ yəni bəs müqəddəs. Qəzzaqlar nə mənə inanırlar. Bunu da Qəzzaq folkloru, el qanunları Potanya yazıbdı Almatıda 1972-də. Deyir, dünyanı ağ ana yaratmış. Burada da biz ağ ana görürük. Və Monqol Tatar əsərlər külliyyatı Diban yazıbdı Moskvada 1975 səhifə 76 çap olubdu. Orada deyir Çəngizxanın çadırın başında ağ bayraq vurardılar.
Mirəli Seyidov səhifə 233-də Azərbaycanın soy kökündə deyir, Xaqan çadırlarının başında ağ bayraq vurardılar və Sanlı Bəyrək Dədə Qorqudda vardı, anasının evi Ağ evi adlanırmış. Xalq qəhrəmanların başqurtlar da ağ at üstündə oturdardılar. Əgər bunların hamısını dedik, buna görədir ki, biz bilaq ağ qoyunlar hardan gəliblər? Biz qəriyə mənfi baxmışıq həmişə. Məsələn, birini deyərik yuxuda qərə basıbdı, yəni kabus görübdü. Ya qərə bəxtidir, yəni bunun taleyi pisdir. Ya qara yazı, alnında qara yazı var. Qara günə qalıbdı. Ya deyərlər mən baba burada qaraldım. Ya deyərlər qara çör. Qara çör üzümlük quruyanda qanalıq, möv, deyərlər qara çör. Qarpız bostanı quruyanda deyərlər qara yanım. Pis tikana deyərlər qara çalı. Siyah sorfiyə qara öskürək. Üzü qara. Qərətsidir deyərlər filan kəs. Məsələn, mənfi insana. Qara yaxadır deyərlər bəzi adamlara. Qara yer altında qalasan, bizim məsələlərimizdə, qarğışlarımızda var. Qara yer altında qalasan. Ya məsələn Qaravış kənizə deyərlər. Qarabaş məsələn Sumerlərdə Qarabaş ayrı idi. Sonra ki gəldi məfahim əvəz olubdu. Bu türklərdən çox şey tutublar, bərdə tutublar. Qarabaş məfhumu gəlibdi olubdu nökər ya xadim, xidmətguzar məfhumunda gəlibdi. Burada da Qarabaş o qərəlığa da işarə olunur. Nə bir məniyə böyüklük ki dedik qaranın bir məfhumu da böyük. Mən icazə versəz bu günlərimə sözü burada qurtarım. Bizim bəhsimiz rənglərdə, Dörttür, qırmızıda, özür sarıda. istəyirəm. Bir dənə Bəli. dörttür. Bir dənə sualım var. Bu da eğer Mən uygun. Bu ağ qurtarım sözündə sizin e, sualınızı eşidim. Dağlar bəy, bir ləhsə maykınızı saxlayın, ay döyüş, Bəli. başlayın. Mən sizin Qutulsun ya, üzrdən, hələ mən sizin qutulmayın. söhbətlərinizə Buyurun. qulaq asıram. Qaçmıram, qorxmayın. Buradayam. O gələrlər məqamlar, məsullar sözlərini deyərlər, tribunda alısını qaçarlar. Yox, mən buradayam. Suallarınıza axır bölümdə indi qulaq asıram. Çünki bu bəhs çox uzundur və mən söyürəm ki, gələn bölümdə də bunu məbsut açıqlayam. Ona görə bu bəhsi burada qurtarıram. Sizin suallarınıza mən qulaq asıram, dinləyirəm. Buyurun. Tamam, indi Dağlar bəy, buyurun ne sual. Buyur. bəli bu ağ konusundakı bu ağdan çox sözlər apardınız. İndi bu məsələn şəbəkəyə internetiyə Türkiyədə ağ bağlantı deyirlər. Bu da uyğun ola bilir də məncə ağ burada işıq, yəni göklərdən alma internet. Bu uyğun gəlir sizcə? Ay döyüş, buyurun. Bu məsələyə ağ bağlantı adında bu internet məsələsində Ərəbcədə onu şəbəkə anlamına gəlir də, şəbəkəyə Yəni bu interneti məsələn. ağ bağlantı, mən eşitməmişəm ağ bağlantı. Vazeh və mənası mənim zehnimdə bir yoxdur ki, bu Məsələn mənim həqiqətən. telefonum indi internet qət olsa yazır ki, ağ bağlantı yoxdur. Yəni şəbəkə vəsl və şəbəkə nist. Bu cür tərcümə eləsək bu cür olur. Mən eşitməmişəm. Bəli, tamam. mən eşitməmişəm. Bəli. Mən bir yəni oxucuyam, bir mühəqqiqəm ki, bilməsəm deyərəm yox, bunu bilmirəm. Mən eşitməmişəm. Anam Dağlar bəy, əgər fürsət olsaydı, yenə də söhbətlər vardı və söhbətləriniz qutuldaydı, Rəhim Ağbayraq. Da, Mənim söhbətlərim qutulub. Siz özünüz vəziyyətimi, mənim son. qardaşımın vəziyyətini bilirsiniz. Ona görə əgər mənə icazə versəz, bu günlərimə bəhsimiz saat yarım olsun. Tamam, tamam, nə cür rahatsız, nə gözəl. Fəqət son sual, son söhbəti xanım Döktür Elmira Məcid bəy də vardılar üstə. Bir daha çağırım, əgər söhbətləri olsa eşidək və otağımızı sona gətirək. Xanım Döktür Elmira, sizin bir söhbətiniz Sağ olsa olun. məclisə aça Yəni bilərsiniz. mən istədim bir təşəkkür edirəm Rühtür Ağbayraqdan, bütün dostlardan. Vaqəən zəhmət çəkiblər. Mən bugün bu söhbətləri ki eşitdim burada. Bugün və hər gün əlbəttə. Yəni yeni bir sözlər eşidirəm. İnsafən. Vaqəən istifadə elədik. Sağ ol. Yaşayasın Məcid bəy.
Kimya xanım, sizin söhbətiniz vardı. Sizi də eşidək. Sonra Elmira xanım da qısa bir söhbəti olsa buyursun, olmasa da otağımızın sonuna gələk. Təşəkkür. Mən də çox Buyurun. təşəkkür edirəm Eliyar bəy. Elmiranın xaniyə danışa bilməzlər, şəraitdə müsait deyil. Və mən Ay Ağbayraqdan yenə də bir daha təşəkkür edirəm. Əgər Səhənd bəy lütfən saxlayaq gələn seriyə üçün ay götür keçməlidirlər və mən çox vaxtlarını almayaq, çox incitməyək. Ay götür fəqət çox cəlib bir dənə bir şey yazmışdı Yabako adında. Mən onu da saxlayacağam, yazdım orada kağıza. Chatroomda yazıblar. Chatroomu səy eləyəcəyim ki, bir screenshot alım. Bəlkə gələn serilərdə buna görə danışarıq. Bu da çox cəlib kəlmədir. Mən getdim birləsə search elədim görəm məsələnin rişəsi nədir. Amma sizi tutmayaq. Əgər məsləhət görsəz qısa buyurun, əgər ki yox, biz otağı Mən də sonlandıraq. buna Buyurun Əbül. danışarıq. Mən fəqət təşəkkür edirəm həm sizdən ki, bu zəminəni yaradısınız. Çox mətin getsin qabağa, haşiyəsiz getsin qabağa və bu günlərim əgər 46-cı bölümə yetişibdi, bu sizin dirayət və tədbirinizin sayəsində bu cür gəlib yetişib bura. Bizim köklərimiz çox dərindirlər və mən üzülürəm ki, bunları bilməsinə bizim cavanlarımız. Dəfələr biz burada dedik ki, Azərbaycan kəlməsi hardan gəlib, iz hardan gəlib, Azər hardan gəlib, Atur hardan gəlibdi, qut, qurd, bilmirəm, atəşgah, qızıl, hamısı gördük ki, bağlanırlar günəşə, günəş buranın bir məfhumu var idi ki, burada, yəni ilk tanrıyı ki, yaradan idi, bizim bastanı baxışımızda bu idi. Və biz görürük o yal veribdi, yəni yal şüa veribdi. Şüayı ki, ot yaraldıbdı və otun dövrəsində oynayıblar, o olub yallı. Yəni hər zat bir-birinə qəşəng düyünlənir. Bu şərtlə ki, musiqalxanədir bu xil. Amma çoxlu sirrilər hələ açılmayıblar. Qalaların, çayların, dərələrin, şəhərlərin adı və təpələrin altında olan kətibələr, qələlər, onlar gün işığı xoşbəxtانه çoxu görməyib. Düzdür, hər yer dəlik deşik olubdu. Bütün kəndlərdə hər yerdə əks göndərirlər. Qaçaqçılar qazırlar, Soğudavayı gənc üçün bunları viran edirlər öz tarixlərini anlamaz şəkildə, düşünməməz və mənfəətçi şəklində bu çox narahat mənəndədir. Çünki qızıl orada nə qeyrir, çox bəiddir. Qızıl ola, yəni elə bir samanlıqda istəyirlər iynə tapsınlar. Mən buna üzülürəm, amma güvənirəm, xalqımıza güvənirəm, sizlərə güvənirəm. Dədə Qorqudla sözümü başa aparıram ki, onun yazılarından 2-3 sətir sizə oxuyuram. Deyir, Ağqayanın qaplanının ərkəkində bir köküm var. Ağ sazın aslanında bir köküm var. Ağ süngür quşu ərkəkində bir köküm var. Hər üçündə də ağ vardı. Gecəz ağ olsun, günüz ağ olsun, əsən qal. Ürəyinizə sağlıq, ay götür Rəhim Ağbayraq. Siz hörmətli bizlə bərabər olanları gözəl Allaha tapşıram. Hər zamanki kimi bir şeirlə otağımızı bağlayırıq. Eliyar bəy, maykları elə bir açılmadı. Əgər fərmayışlarınızsa Kimya, ki, canım bəy mən qoymayacaq. üzr Buyur istəyirəm. canım. Mersi. Mən fəqət istəyirdim təşəkkür edirəm əziz dostlardan, əziz ustadımızdan, sən gözəl kimyadan, Eliyar bəydən, əziz dostlar ki, neçə ildir bizlə bərabər otaqlarda huzurları var. Bizə yardım edirlər, huzurları bizə çox yardım edir ki, bu otaqlar davamlı olsun və təşəkkür edirəm ustadımızdan. Çünki bilirik ki, İranda internet واقعا problemləri var, vəli xub bu vəziyyətlə gəlirlər, bizə danışırlar və çox bizə məhəbbətləri var. Mən fəqət istəyirəm ki, واقعا mən özüm öz tərəfimdən və öz əziz dostlarımın tərəfindən təşəkkür edirik ki, burada bu fəza yaranıb ki, həddəqəl mənim kiminlər ki, həddəqəl ana dilimi, tariximi burada öyrəşdim və sizlərdən öyrəşdim. Bu mənə çox mühüm məsələ idi ki, həddəqəl burada tariximi öyrəşirəm. Burada ana dilimi sizlərdən öyrəşdim. Mən ki, əvvəl gün danışa bilmirdim. Əbədən və واقعا yardım elədiniz mənə və eləyə bildim ki, hərçənd çox sizlər kimi gözəl danışa bilmirəm, amma çalışıram ki, öyrənəm hər zaman
və həqiqətən təşəkkür edirəm. Siz əzizləri gözəl Tanrıya tapşırıram hələlik. Əzizəm və əziz dostlar, hələlik Aydötür çox təşəkkür edirəm.